Bina üslubunda inşa olunan sizlərə çox möhkəm, əla təmirli, möhtəşəm bir həyət evimizi təqdim edirəm. Təqdim etdiyim həyət evi bunker tipli, belə desək, top atsan dağılmaz. Hər mərtəbəsi monolit beton olan birinci mərtəbə. Mərtəbələr arası eyni zamanda evdə dam hissəsi də monolit betonla təchiz olunmuş möhtəşəm bir həyət evimizi sizlərə təqdim edirəm. Təqdim etdiyim həyət evi yerdən kürsülüdür. Tikiliş zamanı qoşa-kubikdən istifadə olunub. Yerləşmə yeri Masazır qəsəbəsində 2 saylı məktəbin tam yaxınlığında. Məktəbdən 5-10 addımlıq məsafədə yerləşir. İstiqamət olaraq Gənclər şəhərciyinin Bakı-Sumqayıt yoluna da çıxışı çox rahat ərazidə yerləşir. Evimizin hər iki yanına keçmək mümkündür. Sağ hissəsinə, sol hissəsinə. Maşallah olsun, çox böyük bir geniş həyətyanı sahəsi var. Rahat şəkildə avtomobillərinizi yerləşdirə bilərsiniz. Kanalizasiya mərkəzidir. Digər kommunal xətləri, suyu, işığı, qazı daimidir. Paket damdır. Yerdən kürsülü, hündür zirzəmi hissəsi var. Baxın, bu evdən bizdə satışda 3 ədəddir. Öndəki evlərimiz eyni baxın bu proyektdədir. Sadəcə olaraq 3 mərtəbələri, alt hissəsi qarajdır. Sənət kupçadır. Keçək evimizin daxili hissəsi ilə sizlərə daha yaxından tanış edək. Çox gözəl bir proyekti var. Masazır qəsəbəsində 2 saylı məktəbin tam yaxınlığında. Bakı-Sumqayıt yoluna da çıxışı rahat olan çox yaxşı bir ərazidədir. Baxın, belə bir gözəl, geniş bir dəhliz sahəsi var. Evimiz ümumilikdə istipolla təchiz olunub. Baxın, pelekanlar monolit betondur, mərmər daş ilə üzlənib. Kollektor sistemi burada yığılıb. Bu hissədə bizdə yerləşir belə bir gözəl, geniş bir mətbəx hissəsi. Dəyərli izləyicilərimiz, yəni həqiqətən də möhkəm evdir. Şəxsi evlərdən qat-qat möhkəm tikilişə malik olan bir evdir. Bugünkü gündə heç kəs tikən adam evin dam hissəsini monolit beton etmir. Çox möhkəm tikilişə malik olan möhkəm bir evdir. Qonaq otağı da maşallah olsun çox genişdir. Eyni zamanda birinci mərtəbəndə ümumilikdə istipol olmağı gözəl və böyük bir üstünlükdür qazı qənaət baxımından. Gözəl şəbəkə pəncərələr, ətraf tam yaşayışdır. Məktəbin tam yaxınlığındadır və yaşayış üçün zəruri olan bütün obyektlərlə təchiz olunub. Bu hissədə yerləşir evimizin belə bir gözəl yataq otağı, birinci mərtəbədə olan pəncərəsi öz həyətinə baxır. Ümumilikdə döşəmə hissəsi qranitdir. Birinci mərtəbədə yerləşən sanuzel, belə bir sanuzeli var və qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə isə bizdə yerləşir 3 yataq otağı. Bir daha da qeyd edirəm, 3 evdir burada. Öndəki evlər 6 qaraj proyektindədir, qiymət eynidir. Hər 3 evin də qiyməti 138.000 manat start qiymətdir. Qiymətdə endirim olacaq. İkinci mərtəbədə olan dəhliz sahəsi yerləşir burada. Sanuzel. Bura evimizin birinci yataq otağıdır. Belə bir yataq otağı var. Geniş dəhliz. Maşallah olsun, bu yataq otağı çox böyükdür. Eyvan sahəsində çıxışı var. Buranı qonaq otağı da etmək olar. Genişliyə baxın, çox əla bir qonaq otağıdır. Üz istəyən yataq otağıdır. Qonaq otağı genişliyində olan və sonuncu otağımız. 138.000 manatdır qiyməti, otaqları genişdir, məktəbə yaxındır, sənədi kupçadır, kommunalları var, zəng edib maraqlana bilərsiniz.